Hər vaxtınız xeyir olsun. İnşallah 2 dənə Efrem evimiz kompakt bir şəkildə təmir mərhələsinə keçid edib artıq. Bəzi təmir işləri görülüb. Ümumilikdə 2 ev, 2 hovuz inşa edilir. İçəri hissəsi 2 mərtəbə şəklində uzunsov formada nəzərdə tutulub. Birinci mərtəbəsində ilk öncə girişdə zal bizi qarşılayır, normal standartlara uyğun. Bu hissədə pillələr olacaq. Bu hissədə studiya mətbəx olacaq. Sanitar qovşaq və aşağıda bir yataq otağı. Ümumilikdə yataq otağını sizdən tanış edeyim. Budur. Eyni proyekt digər tərəfdə də eyni ölçülərlə inşa edilib. Lakin interyer dizaynında fərqliliklər var. Budur hovuz, skimmer variant hovuz. Ekonomik variantda inşa edilir. Hal-hazırda motor xəstəxana hissəsində işlər görülür. Və digər hovuz. Artıq buranın üzlüyü vurulub, apşifkalar iş görülüb, apşifka işi görülüb, bəzi xırda kosmetik işlər qalıb. Digər evdə otaq bu tərəfdə olarkən, yəni sağda olarkən, solda olarkən burada sağda inşa edilib. Yəni heç bir simmetrik problem yaşanmayıb evin tikintisində. Bu da ikinci evin yataq otağı. Digərində olduğu kimi eyni ilə bu da sanitar qovşaq, lakin bu hələ təmir olunmayıb. Sulaq vurulub, belə saxlanılıb. Ümumilikdə görə bilirsinizsə, izolyasiya olunub ümumilikdə və bu hissədə də işin davamı görüldükdən sonra, örtü üzərində örtüldükdən sonra bu iş yekunlaşmış olacaq. Sizə indi ümumi uzaqdan da evin görüntüsünü göstərəcəyim. Buyur. Ümumilikdə iki evin görüntüsü bu formada görünür. Bir ev təxmini olaraq 200-220 kvadrata yaxın, 200 kvadrata yaxın nəzərdə tutulub və biz tikinti müddəti ərzində hər zaman kürsü əlavə elədikdən sonra monolit, daha sonra isə təxmini olaraq 8-9 daş hündürlüyündə divarımız tikilir. Daha sonrasında bu arada 20 santlıq ümumi kəmər getdikdən sonra 2 daş və yaxud da 3 daşda əlavə olaraq tək qat formasında daş tikildikdən sonra biz, yəni kubik qoyulduqdan sonra biz damın karkasını yığırıq. Ümumilikdə deyə bilərəm ki, evin yuxarı hissəsində də bir qapalı yataq otağı nəzərdə tutulub, digərində də həmçinin və evin yuxarı ön hissəsində terras formasında əlavə edilir. Yəni bu təbii ki, istəyə uyğun olaraq dəyişə bilər, apşifka, alçıpan olaraq dəyişə bilər. İnteryer dizaynında da istədiyiniz rəng seçimlərini edə bilərsiniz. Burada ağ divar və
apşifka olaraq qalacaq və apşifka seri formada, modern üslubu əks etdirən bir formada dizayn ediləcək. Mühendis Sahil müəllim hovuz ölçüləri və təlimatlarını verir. Bir də kənarı göstərilsin. Terapis olaraq buzlu və kakao rəngindən istifadə olunub. Hovuzlar da dediyim kimi skimmer variantı inşa olunacaq. 2 ədəd hər evin xüsusi özünə aid isitməli hovuzu. Yuxarıda da bu formada bir yataq otağı, xüsusi yataq otağı yerləşdirilmişdir. Buyurun, burada digər evin. Burada artıq isitmə toplu pol, sanitar qovşaq, qapılar, vitraj pəncərələr və bəzi xırda vyutilizasiya və rozetka işləri falan qalıb ki, bunlar yekunlaşdıqdan sonra iş tamamilə totalda yekunlaşmış olur.